İşiniz haqqında, piştaxtağınız haqqında biraz məlumat verə bilərsiniz bizə? Piştaxtam xalqa xidmət eləməkdir. Nə gözəl vəsilədir. Bundan yaxşı nəsə var həyatda? Yoxdur məncə də. Xalqa səmimi xidmət eləyirəm. Özünüzü xoşbəxt hesab edirsiniz. Bəli. İşləriniz haqqında biraz danışa bilərsiniz, nələrlə məşğulsunuz? Məişətdə işlən elektrik avadanlıqlarının təmiri. Xalqa xidmət edirəm dediniz. Xalq yetərincə dəyər verir sizin işinizə. Əlbəttə verir. Çünki mən səmimi insanam. Xalq Görünür. məni sevir gəlir bura. Sevərsə gəlir, sevərsə gedir. Xoşa gəlməyən neqativ hallar yaşamısınız? O qədər. Müştərini işləmək çox çətindir. Hər cür müştəri var. Müştəri var gəlir, fikrində bunu atmaqdır, pul kəsməkdir, ya incitməkdir. Belə müştəri olur, yaxşıları da olur. Ya hamısını yola verəsən. Avtobusa minsən, sərnişin də olur. Hamı eyni olmur axı. Elə sadəcə şoförü döysün. Heç nədən. İndi burada Ki döyənlərimiz də var cəmiyyətimizin içində təəssüf ki. Burada bu elə müştərilər də düşür, yaxşılar da düşür. O gəlib aqressiya göstərənlərə nə edirsiniz? Necə cavab verirsiniz? İşini görürəm, gedir, bəlkə sonra peşman olur. Üzr istəyən olub sonra. Üzr istəmir. Mən heç ummuram üzr istəsin. Ehtiyacı yoxdur. Aysa. Sizcə pul xoşbəxtlik gətirə bilər insana? Xeyr. İnsan səmimi, mədəni insan olmalıdır, o xoşbəxtdir. Adam var, milyardı var, amma xoşbəxt deyil. Adam var, kasıbdır, su ilə çörək yeyir, amma xoşbəxtdir. Bu çox qızıl ifadə idi. Çox sağ olun. Səmimi insan başqa, səmimi olmaq lazımdır həyatda. Məncə də.